Salam əziz dostlar. Bugünkü dərsimizdə qrupa yerləşdirdiyim sevgi haqqında bir şəklin dərsliyin verəcəm. Ancaq bu dəfə materialı hazır verəcəm. Biz sadəcə olaraq yazını dəyişdirəcəyik. Bunun üçün sizə verəcəyim arxivdə hazır PSD formatlı faylı açırsınız Photoshop'da ya üzerine klikləyirsiniz 2 dəfə ya da Photoshop'dan open edərək açırsınız. Mən sonuncu dəfə Ulduz xanım üçün düzəltmişdim. Ona görə o qalıb. Ən birinci də Nərmin xanım üçün düzəltmişdim. Hamısı qalır burada. Sadəcə burada olan faylların heç birinə toxunmayacaq. Toxunacağımız sadəcə adları yığışdırmaq olacaq və bu fiqurları özümüz yeni bir şəkildə əlavə edəcək. Yazıların adını mən dəyişdirib yazı qoyuram. Daha doğrusu birini siləcəm, birini saxlayacam ki, siz sadəcə onu yığışdırıb yeni bir yazı qoya biləsiniz. Sadəcə yazı qrupunun üzərinə göz işarəsindən yığışdırıb öz işimizi davam edəcəyik. Əlbəttə ki, xaradan istifadə etməliyik. Bunun üçün sizə arxivdə xara üçün fayl vermişəm. Hərf papkasında A hərfin xarada hazır versiyası var. Biz sadəcə hərfi dəyişəcəyik. Budur, xaramız açıldı və hərf A hərfidir. Biz isə ayrı-ayrı yazacaq. Mən bu dəfə Sevil yazacağım. Yazını hərf-hərf yazsaq yaxşı olacaq. Buna görə də hər hərfdən sonra file, export, ekrana və hara istəsəniz ekranda yeni bir qovluq da aça bilərsiniz. PNG formatında yaddaşa verirsiniz. Açılan növbəti pəncərədə öz ölçülərimizi istifadə edəcəyik. Ona görə də user defined hissəsi işarələnməlidir. Və ölçülər 2000, transparent, true color və save edirik. İndi isə yenidən A-ya daxil olub ikinci hərfimizi yazırıq və yenə export PNG formatında save. Artıq tənzimləmələr yaddaşda qalır. Siz sadəcə save düymələrinə basmalısınız.
Baxın, mən artıq hamısını düzəltdim. Bir də qeyd edim, əgər adında ə hərfi olanlar varsa, ə hərfi və bura e yazıb, o e hərfin buradan lampa işarəsinə vururuq və işıqları görürsünüz. E hərfini sadəcə bu tərəfə çevirmək lazımdır ki, ə hərfini çevirəndə həcmli hissə o tərəfdə qalsın və o biri hərflərdən fərqlənməsin. İşıqları isə ə hərfini biraz yana əyib işıqları çəkə bilərik bu tərəfə və yenidən öz vəziyyətinə qaytarırıq e hərfin və ağ işığımızı e hərfinin üzərinə digər hərflərlə müqayisə etsək, rəng baxımından uyğunlaşdırmaq hamısı öz öhdənizə qalır. Ağ işığı biraz da bu tərəfə çəksək və belə etsək, məncə hardasa uyğunlaşır. Və bunu yaddaşa verirsiniz, sonda başa salacam nə etmək lazım. Və mən çıxdım xarədan, qayıdırıq Photoshopa. Hərflərimizi file, place edirik və ekrandan bir-bir götürürük. Ən çox əziyyətli olanı adında ə hərfi olanlardır. Çünki gözəl şriftlər ə hərfini dəstəkləmir. Və hərfləri yerləşdirdik. İndi isə hərflərimiz bura düşüb. Hərflərimizi hamısını bir qrupa yığaq. İndi isə qrupdan başlıq kim istəsə bütün hərflər eyni ölçüdə saxlaya bilər və ya xarada böyük hərflərlə qeyd edə bilər. Sadəcə mən başlıq hərfi, S hərfini böyüyə yazdığıma görə qalanlarının ölçüsünü balacalaşdırmalıyam ki düz olsun. Bu qədər bəsdir. İndi isə bütün hərflərin ölçüsünü sildək. İndi bir-bir hərfləri seçirik və Move tool vasitəsilə gördüyünüz kimi belə seçəndə hamısı gedəcək. Yəni üstünə vursanız da, daşsanız da
qrupun hamısı gedəcək. Buna görə məsləhətdir ki, S hərfinin üzərinə vurduqdan sonra Ctrl düyməsini basıb saxlayasınız və ekranın arasından mışqanı tərpətsəniz, S hərfi tərpənəcək sadəcə olaraq. Ölçülərin biraz da böyüdərik. Sadəcə hərfləri yerləşdirək. Budur, biraz ölçüləri böyütsək daha yaxşı olacaq. Və budur. İndi isə sizə adında ə hərfi olanları göstərim. E hərfi üzərində, yəni E hərfin əyə çevirmək üçün arada bayaq başa saldım. Ə hərfi üçün bu qalınlaşmış hissə arxa tərəfə vermək lazımdır ki, fırlatdıqda indi fırladacaq. Bunun üçün Ctrl T düyməsini basırıq, T hərfin. Ya da ölçü dəyişmək üçün bu iki ox işarəsi gəldikdə həmin hissəyə bir dəfə vurduqda görəcəksiniz burada işarələrin gəldiyini və bilin ki, artıq istədiyiniz nəticədir. Ya da E hərfinin üzərinə vurub Ctrl T düymələrini bir yerdə basaraq yarada bilərsiniz və üzərində sağ düyməni basıb flip vertikal və flip horizontal edərək Ə hərfini düzəldə bilərsiniz. Amma gördüyünüz kimi bütün həcmli hissələr sağ tərəfdədir, amma bizdə sol tərəfə keçdi. Ona görə sizə E hərfini Ə yazmaq üçün E hərfini arada fırlatmağı söylədim. İndi isə keçək yazıların üzərinin ağ hissəsinə. Ağ hissəni oranı boş saxlamayaq. Bunun üçün Magic Wand Tool-dan istifadə edəcəyik. S hərfini seçirik və üzərinə bir dəfə klikləyirik ağ hissəyə, təbii ki, və Ctrl J düyməsini basırıq. Ctrl J. Gördüyünüz kimi yeni bir layer yarandı. Bu layer S hərfini ağ rəngdə göstərir. Sadəcə olaraq siz görmürsünüz bunu. Və bütün hərfləri üzərinə vururuq və Magic Tool-la ağ hissəyə vurub Ctrl J düyməsini basırıq. Bir-bir bütün hərflərdə bu əməliyyatı yerinə yetiririk. İ hərfində nöqtə düşmədi. Bunun üçün Shift düyməsini basıb saxlayırıq. Gördüyünüz kimi plus işarəsi əmələ gəldi və i-nin baş hissəsinə də vurduqda seçilir. Yenə Ctrl J və L hərfində Ctrl J etdik. Hər şey hazırdır. İndi isə bir brush istifadə edəcəyik. Bunu mən sizə arxivdə verəcəm. Ürəklərdən ibarət buruşlardır. Ekrana atım. Böyüklərimi böyüdüm, siz də görə biləsiniz. Baxın, gördüyünüz kimi
ürəkli vuruşlardır. İndi isə S hərfinin ağ hissəsindən başlayacaq. Bunu istəsəniz ağ hissələrin çıxartmaya da bilərsiniz. Çünki indi ağlıma gəldi, qeyd eləməklə də mümkündür bu. Mən dərslikdə belə baxmamışdım, amma öz metodumuzla gedək. Və S düyməsini, S hərfini seçib Magic Tool-la işarələyib buruşumuzu seçirik. Buruş qeyd edim işləməyəcək, çünki bunları üzərində sağ düyməni basıb Rasterize Layer gördüyünüz kimi onu seçmək lazımdır. Hamısında edək bunu. İndi gördüyünüz kimi buruşumuz işləyəcək. Sadəcə rəngi dəyişmək lazımdır. Rəngi də istənilən rəngi verə bilərsiniz. Sadəcə fona uyğun olaraq biraz səhrai rəngdən istifadə edəcəyik. Tam qırmızı rəngə qaldırıb buradan istədiyiniz səhrai rəngi seçə bilərsiniz. Gördüyünüz kimi hər hərf üçün başqa-başqa buruşlar seçə bilərsiniz. Burada çoxlu buruşlar var.
Və budur. Yenə istəsəniz burada belə bir vuruş var. Bununla hərflərdən boş qalan hissələrin artıq seçilmir, bunu vaxtında etmək lazım idi, amma hissələrə vura bilərsiniz belə. Sonra Y hərfini və budur. Yazımız hazırdır. İndi isə fiqurları yerləşdirək. Fiqurlar üçün fiqurların üzərinə bir dəfə vurub tərpətmək lazımdır. Bu nəyin hara qoyulmasını özünüz təxmin edəcəksiniz. Gördüyünüz kimi sanki oturur. Belə. Bunu bura qoyaq. Uyğunlaşmayanları fırlatmaq lazımdır. Ürəyi qoyaq. Ürəyi də bu hərfin ortasına qoyaq. İndi isə ürək hissəsinə gələk. Burada yenə Ctrl-T düyməsini və ya bu hissədə 2 ox işarəsi gəldikdə basa bilərsiniz və bu hissədən gördüyünüz kimi bu dalğavari forma vermək üçündür. Onu seçirsiniz və istədiyiniz kimi otuzdurursunuz İ hərfinə. Gülü də L hərfinə qoyaq üzərinə. Budur, uzaqlaşdıraq və baxaq. Belə bir şəkil alındı. Ancaq
burada olmasa daha yaxşı olar. Belə şəkil hazırdır. Gerisi yaddaşa vermək yəqin ki onu bilirsiniz. Sağ olun, növbəti dərsliklərə dək. Hələlik.